dinləri var idi. Onların mifologiyası başqa cür idi. Allahlardır, Efes dağında belə ayrı bir mifologiyası var. Onunla bağlı o dövrdə sözsüz ki, bir fəlsəfi fikir söyləmək bir cəsarət tələb edirdi. Bu da hər filosofun həddi deyildi. Bu Yunanistanın şəhərləridir. Biz onu keçəcək. Altın sizdə keçmişik. Sparta şəhərləridir. Ondan sonra Afinadır. Bax bu da onların deməli bu da bunların Zevs heykəlidir. Yəni bunlar çoxu dağılıbdır. Bunların ibadətgahı olubdur. Bax bunu da ki, bu da dünyanın 7 möcüzəsindən biridir. Rodoslu Kolos heykəli. Böyük tunçdan töküldülər. O da sonra dağılıb gedibdi. Onu da o vaxtı Makedoniya İskəndərin özündən sonraki sərkərdələrin idarə elədiyi yaxın o ərazilərdəki vilayətdən birində olubdur. Bax bu abidələr hələ durur. Uşaqlar fikir verirsiniz. Bu abidələr durur. Görürsünüz necə gözəl abidələr işləyirlər. Bax bunu da indi yavaş-yavaş bərpa eləməyə çalışırlar. Yunanlarda və Yunanlara fikir verirsiniz uşaqlar. Agoralar, filosoflar gəlib bu meydanlarda nə eləyirlər? Fəlsəfi cərəyanlar çıxışlar eləyirlər. İnsanlar da onlara qulaq asırlar. Bunların sizə hamısını keçmişəm. Bunların teatrıdır. Çox gözəl şəhərlər olubdur. Keşke o dövrdə yaşaya bilsəydik. Çox gözəl şəhərlər olubdur. Çox gözəl fəlsəfə, hüquq, haqq. Bu da bunların Yunan tanrılarıdır uşaqlar. Görürsünüz? Bu da bunların məhkəmələridir. Bax bu məhkəmə sistemi bunlarda da belə bir qaydada olubdur. Romalılarda da. Bax bu da uşaqlar İskəndəriyyə mayakıdır. Dünyanın 7 möcüzəsinin biri də budur. Sonra bu da məhv oldu getdi. Sonra bax bu da İskəndəriyyə kitabxanası bayaqçı idi. Bu yox, bu Halikarnas. Bu aşağıdakı başqadır. Bu Halikarnas məqbərəsidir. Bu da möhtəşəm böyük bir məqbərə olubdur. O da dağılıb dünyanın 7 möcüzəsindən biri olubdur. Uşaqlar buna fikir verirsiniz. Bu da İskəndəriyyə kitabxanası olub. Dünyanın ən məşhur kitabxanalarından biri. Sonra onu yandırdılar. Yəni buranın hökmdarı o da Makedoniya İskəndərin sərkərdələrindən biri olubdur. İskəndəriyyə şəhərində dünyanın bütün ölkələrindən kitablar gəmi ilə gəlib bizi köçürüb gedərmiş. Sonra bu kitabxana yandırılıb və bu kitabxana yandırılandan sonra keçmişlə əlaqələr demək olar ki, çox aşağı səviyyə düşdü. Orada nə qədər bilgilər var imiş. Uşaqlar, bayaqki Roma imperiyası yadındadırmı? Ha? Uşaqlar, fikir verirsiniz bura. Xəritəni gördünüzmü? Bugünkü dərs 7-cilər. Bəli. Bax, bugün biz bu xəritədən gedib fikir verirsiniz uşaqlar. Baxki ərazilərin hamısı bu Roma imperiyasının tərkibində olubdur. Sonra onun oğlun imperiyanın sahibi 300 neçənci ildə bunu parçalayıb bölübdür. İki oğlunun arasında. Bu da antik Roma'nın mədəniyyətidir. Uşaqlar fikir verirsiniz. Bunlar Yunanistandan bəhrələniblər. Gediblər Yunanistana şoka düşüblər ki, necə sivilizasiyalı ölkədir. Və o Avropaya o mədəniyyəti daşıyan Romalılar olub. Bax, bu da şəhərin qalıqlarıdır. Fikir verirsiniz uşaqlar. Kolizeydir. Kolizeyin haqqında məlumatınız var. Kolizey, bax, belə möhtəşəm bir qladiatorların, vəhşi heyvanların döyüş səhnəsi, döyüşdüyü bir möhtəşəm bir tikili olubdur. Kolizeyin indiki dövrü budur. Bunun altı da sular çəkilərmiş buraya. Bax, fikir verirsiniz. Burada belə bir gözəl sular çəkilərmiş. Bax, bu da ki, mən deyəsən bir qızı bura salmamışam. Uşaqlar, bəlkə icazə verəsiniz. Mən onu salmışam ya salmamışam. Görün, burada qız var, yoxsa yox. Baxaq görək, Sevinç xanım var. Ola bilsin salmamışam. Hayır. Burada bizdə Sevinç xanım var, yoxsa yox. Bəlkə mən uşaqlar bir dənə çıxın tərqdən girin. Mən o qızı salım da bura. Hamı çıxsın. Var mı burada? Yoxdur. Hamı çıxsın tez. Xahiş edirəm. Qoy Sevinç xanımı da salım. Tez uşaqlar tez. Tamam. Hamı çıxsın. Axansin, Fuat çıx. Tamam tez ol. Çıx. Qardaş çıx. Ay Allah. Uşağa deyirəm çıx. Günay xanım, Günay Fuat çıx. Qoy görək bizim bu qız hardadır? Zəng bitdi. Bircə dəqiqə baxaq görək. Yox, bircə müdürlüyə girək. Tamam, girə bilmədik. Tamam.
Hadi uşaqlar başlayın. Girək dərsimizə. Hı. Sağ. Bax, uşaqlar bizim bu artıq Romanı bildiniz. Roma gəldi, işğal elədi. Müdüriyyə Akademisində harda dərsimiz bölüşdürək bunu. Bu nədir? Bu başqa bir yeridir. Uşaqlar ekranı görürsünüz yoxsa paylaşım təzədən? Görünür. Görünür, tamam, yox. Ha. Gəldik bura qədər. Bunları bildik. Bunu təkrar keçirəm. Sizə bunu siz artıq hamınız bilməlisiniz. Və görünə qədər təkrar keçmişəm. Uşaqlar gəldik bura. Bunların hamısını bir keçdik. Bunları mən sizə göndərim də. Sizin hamınıza göndərim. Siz özünüz baxın bir-bir. Sonra bura gəldik uşaqlar. Gəldik Romaya fikir verirsiniz. Dünyanın ən böyük bu kimdir uşaqlar? Marcus Aurelius, bunun haqqında keçəcək. Bu hökmdar olub, həm də filosof olub. Çox gözəl filosof olubdur. Bunun haqqında keçəcək. Bu da Romanın fikirlərindəndir. Fikir verirsiniz uşaqlar. Bunun hamısını keçmişdir. Avqustus. Uşaqlar, şəkillərə fikir verirsiniz, buradakı şəkillərə. Hə? Bəli. Bu hansı dövrdə? Yadınızdadır, biz sizlə nəyə keçdik indi? Xristianlıq keçdik. Bizansı keçdik. Qərbi Romanı, Şərqi Romanı keçdik. Pravoslavla Katoliki keçdik. Uşaqlar fikir verirsinizmi? Bax, şəkillərə belə icazə verirlər. Xristianlıq artıq qəbul olmuşdur. Mədəniyyət çöktü. Bax, fikir verirsən, yalnız və yalnız dini şəkillər çəkilə bilərdi. Başqa heç kimə şəkillərini çəkməyə icazə vermirdilər. Baxdın, orta əsrlər, 200-dən 1500-cü illər. Qaranlıq çağ. Bunun adını nə dedilər? Qaranlıq çağ. Yəni o dövrdə icazə vermirdilər. Bax 1200-1300-cü illərdə nədir bu? Onlarda belə bir qaranlıq çağ. Onlara icazə vermirdilər başqa şəkillər çəkməyə. Sonra uşaqlar fikir verin. Bu nə deməkdir? Bu 7-cilər. Uşaqlar bu nə deməkdir? Bu nədir? Roma İmperiyası. Bura nə yazıldı? Roma İmparatorluğu 395-ci ildə 2 hissəyə ayrıldı. Ay sağ ol. Nə oldu? 2 hissəyə ayrıldı. 2 hissəyə ayrıldı. Biri parçalandı, 2 yerə bölündü. Bax bu da həmin bu Romalıların arasındakı qırğın qiyamətdir. Neçənci ildə uşaqlar? Tarixə baxın. 395-ci il. 395-də təsəvvür edin 400-cü ildə də təsəvvür edirsinizmi? İndiki bu davalar neçənci ildən gedirdi? 1000 neçənci ildən gedir? Hə. 1092-ci ildə. 500-600 ildən sonra qırğın qiyamət başlayıbdı. Başa düşdünüz uşaqlar? Həmin dövrlərdir. Bu indi İtaliyadan danışır. Mediçilər ailəsi. Keçən dəfə sizə demişəm 400-1700 arası bunlar yaşamış bir varlı ailədir. Bunlar Mediçilər ailəsinin nümayəndələridir. Bunlar bu sənətkarlığa kapital yatızdırırlar. Bax, bunlar həmin buna deyirlər Rönesans dövrü. Rönesans dövründə uşaqlar nə oldu? Kilsələr gücü... Bayaq biz nə keçdik uşaqlar? Hə? Kilsələr neylərdir? Dərsin axırında gedilər. Kilsələr 2 hissəyə ayrıldı. Pravoslar qutardı o. Hə, qutardı. O 1095-ci ildən danışırdı. Axırda neçənci 14-cü əsrdə dövrlərə axır gəldi. O bəlli bir dövrdən sonra onların hökmü düşdü. Fikir verirsiniz uşaqlar. 14-16-cı əsrlər oxuyursunuz buraya. Hə? Burada nə oldu? 14-16-cı. Kilsənin gücünü itirməsi yaddan çıxmış. Yunan və Roma mədəniyyətinin gücünü qazandı. Mətbəətin kəşfi, bugünkü dərslərimizdir uşaqlar. Mətbəənin kəşfi yeni düşüncələrin sürətini yaydı. Sənətlə maraqlanan sinif yarandı. Həm də ki, artıq bu dövrdə başlayaraq Konstantinopoldakı bütün sənətkarlar gəldi, köçdü Romaya. Vəbadan sonra əhali artdı. İstanbulun fəth edilməsi sənətkarların İtaliyadan köç etməsinə səbəb oldu. Gəldi İtaliya getdilər hamısı. Sonra kim oldu? Fransisko Petra'nın Yunan və Roma, bu heç çox da dərinə getməyək, yorulacaqsınız. Hə, çox şəkillərdə nə dəyişiklik oldu uşaqlar? Dindən uzaq şəkillər çəkilməyə başlandı, şəkillərdə imza atıldı, 2D, 3D ilə əvəz oldu, arxa fonda mənzərə verildi. Məkan dərinləşdi, arxa tərəfdəki məkan dərinləşdirildi. Təbiət araşdırılmağa başladı, anatomiya maraq göstərdi. Ölüləri yağlı içinə baxırdılar. Yağlı boyadan istifadə eləməyə başladılar.
Venedikdə mənzərəyə, Florensiyada insana, anatomiyaya, Romada isə dini temalara üstünlük verirdilər. Şəkillər statik və anlamsız o vaxt idi. Tikillərə fikir verirsiniz uşaqlar. Görürsünüz necə möhtəşəm tikilər tikilməyə başladı. Bax bu Romada çox dərinliyinə girmirəm. Bu sənət tarixidir. Uşaqlar keçən dəfə danışmışdım. Bu kim idi? Michelangelo. Michelangelo yadındadırmı? Nə eləmişdi? Davud heykəlini yaratdı. Hə. Heykəlini yaratmışdı. Hə. Bir də Sisina'nın Chopin'in nə var idi? Onu hazırladı. Bu da Rafael hansı şəkli çəkmişdi uşaqlar? Şey mi? Afina məktəbi. Bəli. Bizdəki şəkil. Bu da Leonardo da Vinci'dir, Mona Lisa'nı çəkir. Bu əsəri kim yaradı uşaqlar? Michelangelo. Michelangelo'nun heykəlidir. Bu əsər yadınızdadırmı? Davudun hekayəsini bilirsiniz. Malik danış, de görün hansıdır. Davudun heykəli mənim. Fələstin. Petra yox, Davudun heykəli. Onun uşaqlar bəlkə yazasınız özünüz. Hə? Döyüşçüydü müəllim. Ay sağ ol. Kim idi? Yevrey döyüşçüydü. Döyüşçü deyildi. Yevrey idi, çoban idi. Əlində də sapat daşı var idi. Özündən düşsə də böyük bir dənə Fələstini vurdu, öldürdü. Başa düşdünmü? O Fələstinlərlə yerlərin arasındakı gedən döyüşdən danışırdı. Sonra bu Petra kimi, bu nədir? Petra şeydir. Ana, bu oğlu ananın yanında can verir. İsa Peyğəmbərin heykəlidir. Özdə burada da bunu da deyirlər ki, bax bunun yaxasında yazı yazıbdı. Buna deyirlər ki, bunu sən çəkmirsən. Bu da əsəbindən yazıb ki, bunu Michelangelo hazırlayıb bu heykəli. Sonra da peşman oldu ki, mən onu naxaq çəkmişəm. Amma mükəmməl heykəldir. Bax bu nədir uşaqlar? Adı nədir? Sistina'nın Chopin'i. Bu da ki, bu kimin əsəridir? Bu Michelangelo'nun. Bu o çəkibdir. Sonra bax görürsən hamısı onun əsəri. Manielizmdə görürsən bədən tərifi. Bu kimin əsəridir? Leonardo da Vinci'nin əsəri Mona Lisa. Bax ki, bir tane %68 rəqəmi burada özünü doğrultdu. Sonra bu kimin əsəridir? Bu da Leonardo da Vinci'nin. Burada İsa Peyğəmbər deyirdiniz ki, satmışdı. Yəni sonuncu şam yeməyi 1495. Bunları göndərəcəm sizə. Bunun hamısını öyrənəcəksiniz. Bunun əsərləri bir-bir öyrənin. Salvador Mindi, bax bu da Madonna İtalya, bu da Michelangelo şeyin əsəridir. Leonardo da Vinci'nin əsəridir. Uşaqlar, bunlar kitabınızda bunların hamısının şəklini görəcəksiniz. Bu sənət əsərlərinin hamısı kitabınızda var. Sonra gəldi bu Leonardo. Bu bizim əsərdir. Bax bunların hamısı Leonardo da Vinci'nin əsəridir. Bu neçə satdı uşaqlar? Ərəb əmirlikləri bu neçə aldı bu şəkili? Ben 100. 150. Hə. Milyon dollar. Yarım milyar. Milyon. Yarım milyarda aldı o şəkli. Başa düşdünüzmü? Bax bu da onun əsərləridir. Bu əsərlərin hamısında uzun-uzaq danışmaq olar, vaxt yoxdur. Budur Rafaela'nın Atina məktəbi, yadınızdadırmı? Onun əsəridir. Burada filosoflar da var idi. Filosoflar hamısı, bax bu özünün əsəridir, bu Zərdüştdür, Sokratdır, bunun ikisi. Bax bu Sokratdır, bu Platondur, bu da onun tələbəsi. Aristoteldir, Diogendir, bunların hamısı, çox əsərlərin hamısı. Bax bu da Sokrat budur. Əl vurdun getdiyi, əl vuran kimi də gedir. Bax Sokrat burdadır uşaqlar. Bu əsərin hamısını keçəcək. Vaxtımız bir-bir keçir. Sokrat budur, bax burdadır. Fikir verirsən? Burada yeganə bir dənə qadının rəsmi var. Hamısını keçəcək. Burada bütün filosofların hamısı, bu Pifagordur, hamısını keçəcək. Burada bir neçə dənə ərəb var. Bunların hamısını bir-bir adını keçəcək. Bunlar sizi keçir olmasın. Bunlar da rəssamlar da onların haqqında da fikir verir. O dövrdən başladılar arxa fonun dərinliyini verməyə, işıq kölgə sistemini verməyə. Bax uşaqlar, bu rəsmdə necə idi? Manielizmdə nə idi? Bədən fiqurası necə idi bunu? Malik danış görüm. Mənim boyu uzun idi. Sanki göydə uçurdu. Elə bir ki, bədənin ortası böyük götürürdü, əlləri, ayaqları çox incə götürürdü. Başı balaca götürürdü. Başa düşdünmü?
Bax elə. Zaten. Ayça, bax fikir verirsiniz uşaqlar, bu şəkillərin çoxunda bəzən şəkli mərkəzdən götürürlər, simmetrik olur. Bax burada simmetriya pozulub görürsən, ən çox göyrək, tünd rəng manielizmdir. Fikir verirsiniz bu rənglərdir. Bax burada bax bu da hamısı fikir verirsiniz. Bu əsərlər çox məşhur əsərlərdir. Bunlar hamısı Avropa rəssamlarının əsərləridir. Fikir verirsiniz, rəssamların adı burada yazıbdır. Bunlar hamısı məşhur əsərdir. Yəni başqa-başqa fiqurlardan insan əsərləri düzəldir, insan şəkli düzəldirlər. Sonra barokko dövrü gəlir. Barokko dövrü nədir? Barokko uşaqlar burada ki bu dövrlər nə deməkdir? Bu rəssamlıqdakı bu dövr bu dövr o deməkdir ki, yəni mən səndən qabaqdakindən çəkmək istəmirəm. Başa düşdünüz? Barokko dövrüdür. Bunlar ayrı-ayrı keçərik. Sonra gəldik kimdən danışdıq uşaqlar? Bernini möhtəşəm əsərdir. Bax bu Vatikan yoxdur ki, həmin Vatikanı bu adam 1598-1680 papalar başladılar artıq sənətə pul buraxmağa. Kilsəni gözəlləşdirməyə, Vatikanı gözəlləşdirməyə. Fikir verirsiniz uşaqlar. Möhtəşəm bir tikilidir. Bunların hamısı heykəllərdir. Burada dini mərasimlər keçirilir. Bax oradadır. Görsən bunların hamısı heykəllərdir. Bu Vatikanın içidir. İndi görəcəksiniz uşaqlar. Bunun hamısını Bernini hazırlayır. Görürsünüz necə gözəl işləmələr var. Hamısını o izdir. Əziz Petronun heykəlidir. O da mı görək? Papa Aleksandr yox. Üçü məzarın heykəli. Bunların hamısı Əziz Petronun bazilikası budur. Bu onların hamısının içində uşaqlar indi bunlar onlara milyardlar qazandırır. Bax fikir verirsiniz hamısı. Bu kimdir uşaqlar deyə bilərsiniz? Davudun heykəli. Davudun heykəli. Sifət ifadəsinə fikir ver. Görürsünüz? Bu hirslidir. Hirslidir, yəni Acıqlı. onun sifətini göstərir. Sapant daşını atmağını göstərir, balacadır. O birisi 5 metr 10 santı da 1624-cü ildə Davud. Yəni özü elib. Sifət bax sifətinə fikir verirsiniz uşaqlar. Əlində də sapanla daş var. Mərmərin üstündə bunu işləmək nə deməkdir? Ölçü sistemini götür, bədən ölçülərini düzgün götür, sifat ifadələr. Bu da şeylərdir. Yunan mifologiyasıdır. Sonra bunu adlarını dəyişib İtalyanlar götürüb. Persepone'nin qaçılmasıdır. Bu yeraltı elə bir ki, bu yeraltı hökmdardır. Bu da hansı mifologiyada yazılır? Hansı bir qızıdır, gözəl bir anası olur. 6 ay yerin altında yaşayır, 6 ayda da yerin üstündə. Bax belə. Uşaqlar fikir verirsiniz, bunun bədən, mərmərin üstündə işləmə, əl hərəkətlərinə. Bax, fikir verirsiniz, necə işləmələr var. Və ayağın üstündəki tül. Fikir verirsiniz, ayaqlara fikir verirsiniz. Fikir verirsiniz, tülün işləmə qaydasına baxın uşaqlar. Görürsünüz, necə işləmir. Bunların hamısı işləmədir. Görürsünüz, necə işləmələrdir. Bax, fikir verirsiniz. Möhtəşəm əsərlər. Bunların hamısı mərmərdən hazır. Hamısı mərmərdir. Bax, bu da Medusadır. Başın üstü ilandır. Bu da həmin o Yunan, Roma mifologiyasına aiddir. Mənim oğlum burada şəkil çəkdirir, İtaliyadadır. Bunun hamısı Bernini əsərlərdir. Görürsünüz, necə gözəl əsərlərdir uşaqlar. Bütün onun hamısını Bernini işləyib. Buna fikir verirsiniz. Şeydir, Apollo və Dəfnə. Bunun hamısı onun əsərləridir. Sonra gəldik, çıxdıq buna. Mən bunun haqqında danışdım sizə, Caravaggio. Yadınızdadırmı? Qaranlıqların kralı. Möhtəşəm bir rəssam uşaqlar. Möhtəşəm bir rəssam. Qaranlıqların rəssamıdır. 100 minlərcə əsərini kopyalayıblar. 100 min dəfə bu adamın əsərlərini təkrar işləyiblər. Başa düşdünüzmü? Bu adamın həyat hekayəsi var. Bir gün onun hamısını ayrı-ayrı keçəcəyik. Bu tanrıları göydən yerə indirdi. Onları ətrafındakı gördüyü insanların simasında kətana həkk etdi və kilsənin öhdəsindən gələ bilmədiyi rəssam. Kilsə buna zakaz verdi, şəkil çək. Bu görürsünüz, ilahi adamları cırıq paltarlarda çək. Bax, bu deyir ki, bu İsa Peyğəmbərin bir dənə yanındakı həvarilərdən də deyir ki, mən İsa Peyğəmbərin öldüyünü görməmişəm. İsa Peyğəmbər də gecə yuxusunda gəlir, deyir ki, buna bax, əlini sal, mənim yaramdır. Fikir verirsən mi, dedi. Mən ölmüşəm, bax, bu da məni yaralayıblar. Bunu gecə yuxusunda görür. Fikir verirsən uşaqlar, bu da onun başındakilardır. Burada əsas bu qəhvəyi rəngdən çox istifadə edir. Tünd rəngdən istifadə solğun qırmızı rəngdən istifadə edir. 3D formatında başladı. İşıq kölgə sistemlərinə fikir verirsiniz uşaqlar. Sifat ifadə. Buna qədər belə rəsm işləyənlər olmuşdu. Bax, bu da Məryəmin ölümüdür deyəsən. Məryəmin ölümüdür. Bu da gedir gecə qəbirstanlıqda. Meydə, təzə ölmüş meydə baxır, gəlir. Meyd necədir onu ilə qaydada çəkir. Təsəvvür edirsiniz uşaqlar. Bunlar xəstə olublar da. Bunlar həyatı. Burada 3D formatındadır uşaqlar. Əllər fikir verirsinizmi? Əlin dərinliyi ilə çəkirlər. Əllər necə çəkiblər? Görürsünüz hamısını.
şəkildir. Əllərə fikir verirsinizmi? Hamısı işıq kölgə sistemi mükəmməl əsərlərdir. Əl hərəkət, əllərə fikir versən necə gözəl işləyiblər. Sonra bax burada ilahi insanları, müqəddəs insanları görürsüz. Ayaqları kirli formada, paltarları cırıq, bax belə bir formada. Yəni müqəddəs insanları bu cür çəkmək olar. Fikir verirsiniz uşaqlar. Yəni bu insan, bu da narsizm. Bax bu da axırda o qədər özündən razı insan olur, özünü o qədər sevir ki, narsist. Suya boğulur, ölür. Sonra başqa bir Rembrandt. Bu əsər sizə tanış gəldimi ki, əsərin başlanğıcında. Bu da möhtəşəm bir rəsmləri olan Hollandiyalı rəssam olur, Rembrandt. Çox varlı adam olur, pulunla çox bahalı şəkillər çəkilir. Bu şəkil çox böyük şəkil olur. Bu şəkil zakazla, yəni sifarişlə çəkilmiş şəkil olur. Bu şəkildə nə hadisə gəlir başına? Əvvəlcə zakaz verirlər. Kim çox pul verirsə qabağa çəkir, çox pul vermirsə arxaya çəkir. Yəni fikir verirsən, burada əlində xoruzdan bir qız uşağı da oradadır. Buradakılar hamısı tacirlərdir. İş adamlarıdır, pul verib şəklini çəkdirirlər. Bu şəklin ən məşhur hissəsi bu ələ düşən kölgədir uşaqlar. Ən məşhur hissəsi budur. Bu şəkil ona görə. Bu şəkil divdə bucaqda qalır, sonra milyonlarla o qiymətə satılır da. Bu da həkimlərdir, pulunu verib şəkil çəkdiriblər. Niko İsindin doktor Niko İsand Turpin anatomi dərsidir. Həkimlər yığılıb burada bir meydin üstündə şəkil izah edirlər. Bunlar həkimlərdir. Fikir verirsən uşaqlar, o vaxtın həkimlərdir. Bunlar pulla, zakazla şəkil çəkdirir. Bu da bunun əsərləridir. Çox möhtəşəm əsərlərdir. Fikir verirsiniz hamısı. Hamısının şəkillərin rəsmi mənası. Bu da bir rəssam olur uşaqlar. Johannes Vermeer 1632-1675. Bunun bir 6-7 dənə, bəlkə də 7-8 dənə qızı olur, möhtəşəm rəssam olur, amma çox kasıb tərzdə yaşayır. Bunun əsərləri də çox həddən artıq baha olur. Uşaqlar fikir verirsinizmi? Xalça stilini çox sevir. Ən çox da tünd göyrəklərdən istifadə edir. Bu əsər sizə tanışdır və məşhurdur. Tanıyırsınız bu əsəri? Hə? İncə sırğalıdır. Allah üçün təzdən gireyim. Görün, ekran donur. Çox təzdən gir, problem deyil. Hə, başa düşdünüz uşaqlar. Bu onda əsərləri çox baha qiymətə satılır, milyonlarla qiymətə satılır. Qiyməti var, heç satılmır. Sonra buna deyirlər Rokoko dövrü. Uşaqlar, bu Rokoko dövrü başlayır. Bu Rokoko dövrü heç bir yaxşı deyil. Fransızlardır da, əhlikev adamlardır, normal həyat tərzi olmayan adamlardır. Rokoko dövründə bunlar başlayırlar bu əsərləri çəkməyə. Sonra neoklasizm. Uşaqlar, neoklasizm nə deməkdir? Yəni klassik. Yeni klassik. Fikir verirsiniz uşaqlar. Uşaqlar buna fikir verirsiniz necə? Elə bil ki, fotodan çıxmış şəkildə, köhnə şəkilləri yeni şəkillər kimi çək. Köhnə əsərləri elə bil ki, fotonun qabağında durur çəkirlər. Fikir verirsiniz? Bu bir İtalyan döyüşçülərinin xalqı qəhrəmanlığa çağıran bir əsərdir. Bax, belə çəkilir. Bu əsər də sizə tanışdır. Bu kimdir uşaqlar? Sokratın ölümüdür. Məşhur bir əsərdir. Həmin o rəssam çəkibdir. Sokratın ölümü 1825. O dövrə qədər çəkib. Bax, o dövrün əsərləridir. Francisco Goya. Bu da onun əsərləridir. Fikir verirsiniz. Artıq başqa bir devirlər başlayır. Yəni, neoklasizmdə, köhnə ilə təzənin qarışığı. Sonra sənət tamamilə dəyişir. 19-cu yüzildə sənət tamamilə keçir romantizmə. Təbiətin qoynuna keçirlər. Ən məşhur əsərlərdən biridir. Keçirlər təbiətin qoynunda şəkillər çəkməyə. Artıq şəkil tamamilə dəyişir. Bu dövrlərdən biri də bu Ayvazovskidir, bir tərəfi ermənidir. Bu adı Feodosiyada yaşayıb. Rus rəssamıdır, möhtəşəm əsərdir. 6000-ə yaxın əsərlər olur. Dünyada ən məşhur. Erməni əsrlidir. Erməni əsrlidir. Bu dünyada mən bunun əsərinin birində mən işlədim. Çox gözəl əsəri var bunun. Bu çox 6000-ə yaxın rəsm əsərləri var. Allah qoysa qismət eləsə buradakı muzeydə də var, bizdə də var bir rəsm əsəri. Məşhur əsərlərdir. Çox gözəl. Su işini tamamilə bu mükəmməl işləyibdir. Deyilə bil ki, dəniz donamasının şəkillərini çəkibdir. Onun əsərləridir ki, bu əsəri mən də işlədim. Onun bu əsəri var. Çox qəşəng əsərdir. Bunu mən də işlədim. Konstantinopol, yəni bu İstanbul'a aid şəkillər. Bu Şişkindir, Rus rəssamıdır. Fikir verirsiniz uşaqlar. Artıq təbiətə doğru gedirlər. Görürsünüz, məşhur əsərlərdir. Çox gözəl əsərlərdir. Bunu Şişkin çəkirdi. Bu 3 ay balası. Fikir verirsiniz, Meşədə ay ailəsi. Bu da məşhur əsərdir. Şişkinin əsəridir.
Baxandan sonra başladılar fotodakı rəsmlər kimi çəkməyə. Uşaqlar fikir verirsiniz. Elə bil ki, şeydir, rəsm deyil. Bu şəkillər elə bil ki, fotoaparatla çəkirsən. Başladılar belə bir rəsmlər çəkməyə. Realizm dövrü 19-cu yüzilliyin ortalarında başladı. Fikir verirsiniz uşaqlar, sənət, rəssamlıq belə dəyişir. Sonra uşaqlar, Monet məşhur bir rəssamdır. Bax, fikir verirsiniz, bu belə bir rəsm çəkibdir. Uşaqlar, Monet işıq rəssamıdır. Fikir verirsiniz. Ot tayalarına fikir verirsinizmi? 1, 2, 3, 4, 5, 6. Monet işığın düşmə bucağından asılı olaraq, fəsildən asılı olaraq işıqların fərqli rəng çalarlarını çəkirdi. Çox məşhur əsərlər rəssamdır. Monet fikir verirsiniz, əsərlər eyni əsərlərdir. Görürsünüz, hər işıq düşməsindən bağlı olaraq fərqli rəng çalarlardır. Fikir verdinizmi? Monetin özü məşhur əsər olub. Bu da onun xanımının əsəridir. Çox məşhur əsərdir. Möhtəşəm əsərdir. İşığın çalarlarını çəkib bu adam həmişə. Fikir verdinizmi? Sonra gəlirik nəyi? Qoy bir dəfə də bu yoldaşlara da baxaq. Bu yolları danışırıq. Bunlar da elə bizə qulaq asır. Hər halda ekranı çevirək. Qoy görək bizim ekranımız hardadır. Hə. Sonra gəlirik kimə? Bax, hə. Sonra uşaqlar, bu kimdir? Kim deyə deyər bilər? Görün, bu əsli rəssam kimdir? Hə? Mən görsəm mi? Hə? Qoy. Mən görsəm mi? Ekranda. Vincent van Gogh. Kimisə bağlayın orada, bağlayın. Bağlayın. Uşaqlar, sizcə bu rəssam niyə məşhurdur? Hə? Ki verirsiniz. Hər dəqiq çəkdiyidir. Hayır. Bu adam fırçanı birbirine qarışdırmıydı. Bir şəkil çəkəndə bütün rəngləri birbirine qarışdırır. Amma bu bütün rəngləri tək-tək çəkir. Bunun ən məşhur əsəridir. Baxanda elə bir ki, gözün axır. Ulduzlu gecə. 50 milyondan çox qiyməti var. Bütün rəsmlərin deyinədir. Heç bir rəngləri birbirine qarışdırmır. Bunun rəsminin adı nə olur uşaqlar? Bunun əsərinin adı nə olubdur? Bunun işinin impresyonizm. Ən məşhur cərəyanlardan biridir. Yəni əvvəlki cərəyanı qəbul eləməyiblər, yeni rəsm çəkirlər. Uşaqlar, impresyonizmdə əsas məqsəd nədir? Dəyişikliklər nədir? Fikir verirsiniz nədir? Rənglər palitra bir-biri ilə qarışdırılmırdı. Fikir verirsiniz, ayrı-ayrı rənglərdir. Heç vaxt bir rəngi götürüb başqa rəngə qarışdırmır. Özünə çəkirdi. Sonra təmiz rəngləri bir-biri ilə qarışdırmadan bir-birinin yanında çəkirdi. Məsələn, rəngləri qarışdırmayıb bir-birinin yanında çəkirdi. Fikir verirsən uşaqlar. Bütün rənglər fərqli-fərqlidir. Sonra rəsmdən 3D-də yox olurdu. Rəsmlərdəki 3D yox olurdu. 3D-yi ləğv eləyirdi. Sonra Rönesansdan sonra fərqli bir rəsm janrı ortaya çıxdı. O Rönesansdan dövrü tamamilə dəyişdi. Rönesans dövrü hansı dövr idi uşaqlar? Leonardo da Vinci'dir, Michelangelo'dur, Rafael'dir, onlar nəsədir. Bax, görürsünüz, başqa-başqa şəkillər meydana çıxdı. Görürsünüz, rəngləri qarışdırmırlar. Bax, görürsünüz, heç bir rənglər qarışdırılmır. Birbaşa da çəkilirdi. Sonra görürsünüz, uşaqlar, başqa-başqa rəsm janrları. Bu məşhur əsərdir. Bax, fikir verirsiniz, sembolizm. Bunların hamısının haqqında oxuyacaq və öyrənəcəksiniz sonra. Bax, görürsünüz, yeni. Uşaqlar, bu kimdir? Pablo Picasso. Tanıyırsınız mı? Tanıyacaqsınız. Dünyanın ən məşhur rəssamlarından biri. Bunun Pablo Picasso'nun rəsmləri nəyinə fərqlənir uşaqlar? Deyə bilərsiniz, Pablo Picasso'da nə edib başqalarına fərqləndirir? Hə? Rənglərdən çox istifadə edirdi. Xeyr. Pablo Picasso'da elə bir ki, hissə-hissə çəkilirdi. Fikir verirsiniz, bədənin heç bir hissələri bir-birindən bitişik deyil. Fikir verirsinizmi? Bax, hamısı qısok-qısok ayrı-ayrıdır. Mən sizə elə sadə dildə bax. Ən məşhur əsərlərdən biridir. Fikir verirsiniz uşaqlar. Bədənin hamısı qısok-qısokdur. Fikir verirsiniz, bütün bədən qısok. Bu rəsmi çəkir, bu rəsmi çəkəndə o vaxtı 41-45 müharibəsi olur. İtalyan nemeslər gəlir deyir ki, bu kimin əsəridir? Eşirsizmi? Bu çox məşhur əsərdir. Guernica. Picasso deyir ki, bu sizin əsərinizdir. Yəni ki, bu müharibəni göstərir. Bu qırğın qəməti siz eləmişsiniz, insanları siz öldürmüsünüz. Bu çox məşhur əsərdir. Bu da şeydir. Bu rəssamı da tanıyırsınız, üzdən görürsünüz. Bunun adı nədir? Bu rəsmin adı sürrealizm. Yəni elə bil ki, bir şuur altında nə görürsünüzsə onu çəkirsən. Bu əsər də məşhur əsərdir. Fikir verirsiniz uşaqlar. Yaddaşın davamlılığı. Fikir verirsin, elə bil ki, yuxudur. Yuxunu çəkdi. Bunun əsəri də məşhurdur. Bu da onun əsəridir.
Sonra başladılar belə qarışıq rəsmlər çəkməyə. Gördünüz uşaqlar, bax bu görürsünüz məşhur əsərlərdir. Hamısı da bahalı əsərlərdir. Sonra nə oldu uşaqlar? Başladılar təbiətin qoynunda rəsm əsəri işləməyə. Bax görürsünüz burada daşlarla işləyirlər, başqa bir figurlar eləyirlər. Uşaqlar bax bu İraqda müharibə olanda bax bu çıxış eləyirdi. Bu çıxış elində baxdı gördü ki, bir dənə orada sənət əsəri var. Eşidirsənmi? Tezcə onun üstünü bağladılar. Baxdılar gördülər ki, sənət əsəri budur. Bu o demək ki, müharibəyə əks göstərilən bir şəkildir. Bu müharibənin əksəriyyətidir. Bu da İraqa girməklərinin özünə bəraət qazandırırdı. Amerikalılar oraya girmişlər ki, oraya oranın neftinə sahib olsunlar, Saddam Hüseyni öldürsünlər, müsəlmanlara qarşı hərəkət edirdilər. Bax, onda bu şəkil üstünü bağladılar. Bu qədər uşaqlar. Bəsdir. Nə fikirləşirsiniz? Hə? Kim nə deyə bilər? Bu boyda baxdınız, eləcə baxa-baxa gedirsiniz. Baxın da görüm nə eləyəsiniz? Hə? Malik, nə fikrin var? Mən bu şəkilləri yenidən baxacağım. Mən bunu belə eləyəcəm də sizə uşaqlar. Mən bu rəsm əsərlərini sizə göndərəcəm və siz onların hamısını bir-bir Allah qismət eləsin, hər dəfə birini araşdırıb gətirəsiniz. Çünki siz onları öyrənməlisiniz. Sizin onları öyrənsəniz, onlar indən sonraki sizin həyatınızda baxış tərziniz tamamilə dəyişəcək. Başa düşdünüz uşaqlar? Yoxsa mümkün deyil. Yoxsa sizin düşüncə tərziniz məhdud çərçivədə qalacaq. Mən bir söz sorsam, bir söz desəm olar. İkisini de. Niyə səndən başqa heç kim eşitmirsən deyirsən? De görək. Mən bu Davudun heykəli ilə Mona Lisa mənə verə bilərsiniz. Mən araşdırım. Nə mənada verim sənə? Araşdırma yoxsa nətəri? Ya araşdırım da mən dediğiniz şəkillər verəcəm. Uşaqlar, onu hamınız araşdıracaqsınız. Biriniz araşdırmayacaqsınızsa. Lap başdan başlayaq uşaqlar. Onu da belə eləməyək. Mən o şəkilə bu dəqiqə qaydıram. Onu sizə göndərəcəm. Və sizə yazacağım ki, hansı ilə başlayıb araşdıracaqsınız. Onu eləməyəcəksiniz ki, Leonardo da Vinci, Rafael, bir də Michelangelo, Rafael, bir də Leonardo da Vinci. Onun üçün də araşdıracaqsınız. Gələn həftənin 6-cı günü. Uşaqlar eşitdinizmi? Loğman eşitdinmi? Eşitdin. İsmail eşitdinmi? İsmail hardasan? İsmail hardasan sən? Bəli. Eşitdinmi? Gələn mən sizə göndərəcəm. Üçünü də internetdən araşdıracaqsınız. Şəkillərinə baxarsınız, YouTube-da gün filminə baxarsınız. Ayxan sən də öz dərslərinizdə də soruşacağam, Fuaddan da soruşacağam, Ramaldan da, Bayramdan da, hamıdan. Amil hanı? Amil yoxdur. Amil yoxdur. Bayram sən də. Hamınız onu araşdıracaqsınız. Üçünü də. Amma çünki uşaqlar, çünki ondan qabaqları niyə demirəm? Bunların onsuz da hamısını tarixdə keçə-keçə gələcəksiniz. Amma ondan qabaqdakıları Antik Yunanistandır, Misirdir, sonra Mesopotamiyadır. Bunların öz dərsində hamısının mən bunların hazırlamışam. Slaydları hazırdır. Yəni bunları özümüz əməlli başlı keçəcəyik. Allah qismət eləsə, gəlsə, buradakı yığılacaq buraya. Onların slaydı kesiləcəkdir məktəbdə. Ayda bir dəfə gəlsəniz, nə bilim, vaxt düşəndə gəlsəniz, o bir dəfə slaydlar kesiləcəkdir. Amma bu Rönesans dövründən sonra möhtəşəmlik ondan sonra başlayır. O sənət tarixi oradan sonra başlayır. Ona görə də siz onları ayrı-ayrılıqda onun hamısını öyrənəcəksiniz və sizin özünüzdə bir yüksək intellektual səviyyə ilə bağlı olaraq bunların haqqında məlumat olmalıdır. Bu qədər sizi yormayın. İndi sizə göndərəcəm və hamınızdan da gələn dəfə hamınızdan onu soruşacağım. Mənə də heç kim deməsin ki, mən hazırlaya bilmədim. Yaxşı uşaqlar. Bir həftə içində 1 saatınızı ona sərf edin. 1 saat. Araşdırıb məlumat yazacaq mənə. Araşdırıb, yox, YouTube-da baxın, onun haqqında da baxın, YouTube-da da baxın. Elə yox. Başa düşdünüzmü? Oturub yazmaq lazım deyil. Yazacaqsan, bir vərəqin ortası qədər yaza bilərsən. Amma artıq sən o şəklin araşdırmasına aparmalısan, YouTube-da baxmalısan ki, bu şəkil nədir, nə təri çəkilibdir.
Onun altdan 118-i mən özüm izah eləyəcəm. O lazım deyil. Üstdən 114-dən altdan 18 mən izahını verəcəm. O lazım deyil. O şəklin özü haqqında mən də danışacağım, siz də danışacaqsınız yavaş-yavaş. İntibah dövründən, Rönesans dövründən başlayacaq. Ondan qabağı onsuz da başa salacağım. Hamısı dərslərin içində gedəcəkdir. Bu qədər uşaqlar. Mən elə gəlir biz Məhəmmədə görək, Məhəmmədin durumu nətərdir? Məhəmmədə dəstək. 7-lər girə bilərlər. 7-lər də 8-lər də girə bilərsiniz. İsmail, mən səni salacağam ora, sən gel ilə 7-lərin dərsinə gir. Kimya dərsi olacaq, onlara dərs izah eləyirəm. Girə bilərsən mən? Saat neçədə olacaq? Saat neçədindir? Saat? Ha, Oldu mənim girərəm. ha, Onu saat, işləyib 18 dəqiqə. bəlkə elə indi başlayaq. Görək Məhəmməd əfəndi gəlirmi? Mən yorulmamışam, siz yorulmuşsunuzmu? 7-lər yorulursunuz. 7-lər yorulmuşsunuzmu? Ha? Ha, onda başlayaq mənim, onda başlayaq. Ay qardaş, 10 geçdi. Yaxşı, 12 dəqiqədən sonra. Axan çıxa bilərsən, Fuad çıxa bilərsən, 7-lər qalsın. Bir də İsmaili salatım 7-ci sinifə. Hə, uşaqlar. Yaxşı, bir 20 dəqiqə qalmış. Ona 20 dəqiqə qalmış. Qoy Məhəmməddən danışım, ona 20 dəqiqə. Sağ olun uşaqlar. Ona 20 dəqiqə qalmış girərik. Sağ olun. Sağ olun. Sağ olun. Tamam. Akifə çıxarda bildin mi?